Bir videonun içində leksik və qrammatik şəkilçinin fərqini öyrənmək istəyirsənsə, yaxın əyləş. Səhifəni izləyin, bismillah, getdik. Ən sadə rahatından başlayıram. Balıqçılıqdan. Sözün kökü nədir? Hər halda bal deyəsi deyilsən. Yəni, balla balığın əlaqəsi yoxdur. Balla balıq yeyən olmur. Sözün kökü nədir? Balıq. Bunu da rahat bildik. Balıq deyəndə ağlına nə gəlir? Üzəndə, o, suda yaşayan heyvan. Sonra, balıqçı deyəndə ağlına nə gəlir? İnsan. Ağlına gələn dəyişdisə, leksikdir. Yəni, leksik şəkilçi mənanı dəyişir. Qrammatik isə mənanı dəyişmir. Olduğu kimi saxlayır. Formasını dəyişdirir. Yaxşımı? İndi, balıqçı deyəndə ağlında nə vardı? İnsan. Balıqçılıq onun peşəsi. Balıqçılıq deyəndə ağlında nə var? Peşə. Balıqçılıqdan yenə peşə. Balıqçılıqdandır, yenə peşə. Ağlına gələn dəyişmədisə, sadəcə forma dəyişdi. Oldu qrammatik. Növbəti, kitabxanadakılar. Sözün kökü nədir? Kitab. Ağlına gəldi. Kitab. Book. Kitab nədir? 1 kitab, 2, 3, 5 kitab. Kitabxana artıq məkan. Məkan. Yer dəyişdi. Əşya idi, oldu məkan. Bu necə dəyişməyə bilər? Oldu düzəltmə söz. Bakı şəkilçisi həmişə leksikdir, bütövdür, sifət düzəldir. Bakıda leksiklər nədir? Qrammatik. Kitabxanadakı, kitabxanadakılar. Yenə fərq olmadı. Çəkisizlikdən bir şey çəkirsən, sonra olur onun çəkisi. Çəki nədir? İsimdir. Nitq hissəsini dəyişdirsə leksikdir. Çəki isimdir. Nə? Çəkisiz nədir? Necə? Sifət. Çəkisizlik təzədən sifətdən qayıtdı. İsmə. Sonra çəkisizlikdən oldu qrammatik. Feillərdə iş biraz dəyişir. Orada məna ilə tapanda yanılırsan. Ma-mə şəkilçisindən başqa, maq-məc artıra bildiyin şəkilçilərin hamısı leksikdir. Bax, qop köçdü, bu heç. Qoparmaq, gördün leksik. Qopartmaq, sonra qopardılmaq, qopardıldımaq olmaz. Deməli, bunlar leksik, bu isə qrammatik. Bəzən isə qarışacaq. Sözdə feilal şəkilçi də var, feilə aid olmayan da var. Bu zaman artıq həm məna, həm də maqna. İkisini birləşdirib tapacaqsan. Yelləncəkdəki deyəndə ağlına nə gəlir? Kök nə ola bilər? Dərhal yellə demə. Düşün, yel nədir? Yel, külək. Külək olanda nə edir? Yelləyir. Gedirsən, yol gedirsən, papaq qoymuşsan başdan, nə nədir? Götürdü, papağı çıxdı, getdi. Oldu nə? Yellədi, apardı, götürdü. Yel, kök. Yeldən nə yaranır? Yelləmək. Sonra artıq maqna tapırsan. Əsas kök tapdı, maqna. Lan şəkilçisi olanda, bunu lan görəndə onu bölmək üçün maqnadan istifadə elə. Ağıllan olsa bütövdür, ağıllamaq yoxdur. Amma yellən olanda böləcəksin. Yelləmək, yellənmək. Yelləncək nədir? Əşya. Dəyişdi dərhal. Dəki nə dediyi orada? Həmişə leksikdir. Vəssalam. Ümid edirəm ki, bir videonun içində nə isə öyrənə bildik. Bu tip videolar üçün səhifəmizi izləyin. Bu arada bizim yanvardan etibarən başlayan hər gün